füyuzat əgər 32 sayı yox, daha çox işıq üzü görsəydi nələr ola bilərdi? Görün nələr olardı. Və görün füyuzatın qoyduğu konsepsiya nə qədər böyük bir konsepsiya olubdur ki, Sovetlər işğaldan dərhal sonra daha çox təqibə, təhqirə, sürgünə, həbsə, güllələməyə məruz qalan Füyuzat ədəbi məktəbini yetirmə romantiklər oldu. Və Sovet mətbuatında, ədəbiyyatında bu konsepsiya nəinki yazmaq, hətta düşünənlər repressiyaya məruz qaldı, ağlından keçirənlər. Görün, necə böyük, ali bir konsepsiya qoymuşdu ki, Sovetlər o qədər ondan qorxdular, oddan qorxan kimi. Və onu məhv eləmək istədilər, amma eləyə bilmədilər. 100 il sonra füyuzat başladı. Bəli, bugün füyuzat var, bugün füyuzatçılıq var, bugün türkçülük, bugün bizim bütün türk dünyasının yaranması uğrunda mübarizə gedir.